Salam uşaqlar, hər vaxtınız xeyir. Sabahki imtahanda hamıya uğurlar arzulayıram. Deməli, bu günlər sizə izah edəcəm. Keçən ilki 6-cı sinif monitorinqin riyaziyyat fənnindən olan suallarının izahını verəcəm uşaqlar. Deməli, gəlin baxaq. Aşağıdakı hansı müsbət və mənfi ədədlər haqqında məlumat doğru deyil. İmtahana gedəndə ümumiyyətlə uşaqlar doğru deyil, doğrudur. Bu tip sözlərin altından elə sual kitabçasında xətt çəkin ki, diqqətinizi cəzb eləsin. Yazıbdır ki, mənfi ədədlə müsbət ədədin hasilinin işarəsi müsbətdir. Yanlış uşaqlar. Eyni işarəli ədədlərin hasili və nisbəti müsbətdir həmişə. Yəni mənfini mənfiyə vuranda da, böləndə də, müsbəti müsbətə vuranda da, böləndə də həmişə müsbət cavab alınır. Ona görə yanlışdır. A variantı yanlış olur. Digər variantlar isə yəqin ki, doğru olacaq. İstəsəz digərlərini də izah edə bilərəm. Məsələn, cavab burada oldu A. Deyir ki, müsbət ədədlər sıfırdan böyük, bəli, mənfi ədədlər sıfırdan kiçik, doğrudur. Ədəd oxunda sağda yerləşən soldakından daha böyük olur, düzdür. Məsələn, 3 ədəd oxunda 2-dən sağda yerləşir və daha böyükdür. Çünki ədəd oxu artan sırayla düzülübdür. Müsbət ədədlər ədəd oxunda sıfırdan sağda, bəli. Sıfırdan sağda müsbətlər, solda isə mənfilər yerləşir, bu da doğrudur. Düzgün cavab olur A variantı. Bu sualda səhvlik var uşaqlar. Burada az deyil, yox, çox deyil olmalıdır, yoxsa uyğun cavab tapılmır. Yazıbdır ki, 3-dən çoxdur, yəni 3, 4, 5, 6, 7 və s. 6-dan çox deyil. 6-dan çox deyil nə deməkdir? Yəni 7 ola bilməz, 8 ola bilməz və s. bunlardır. Bu şərti ödəyənlər isə 3-dən çoxdur deyir, 3 aid deyil daha doğrusu. 3-dən çox, 4, 5, 6, bunu belə yaza bilərəm. 4 kiçik bərabər M, kiçik bərabər 6 və ya 3 böyükdür M, kiçikdir 6. Kiçik bərabərdir 6. Bu cür yazmaq doğru olmaz. Niyə görə uşaqlar? Çünki 4-dən 6-ya yazanda burada 3,1, 3,2 və s. də onluq kəsirlər itir axı. O 3-dən çox şərtini bunlar da ödəyir. Niyə görə onları kənara qoyaq? Ona görə 3-dən çoxdur, 6-dan az deyil şərti səhvdir. Yenə deyirəm, çox olmalıdır burada. Nəsə səhvlik eləyiblər. Yəqin uşaqların xeyrinə saymış olarlar. 6-dan çox deyil, o deməkdir ki, 6 və 6-dan kiçik ədədlər. Bu iki şərtin ikisini də ödəyən bərabərsizlik B variantı olur. Deyir ki, Cəmil deyir, belə bir formada bağ əkibdir. Hal-hazırki sahəsi uşaqlar bunun 15 vuraq 25, deməli 375-dir. Deyir, bu bağı biraz artırıb, və əmələ gəlibdir kvadrat formalıdır sahə etmək istəyir. Yəni 25 olması üçün 10 artırmalıdır da buranı, düzdürmü? İndi hal-hazırda sahə 25 vuraq 25, 625-dir. Arada nə qədər fərq var? 250 vahid. Bundan da daha rahat yolu nə olar uşaqlar? Buranı artırıbdır da, düzdür, bax mənim qırmızı ilə rənglədiyimi. 10 eni, bura 25 isə burada 25 uzunluğudur. Sahəsi o zaman 10 vuraq 25, 250 edir. Doğru cavab olur hər iki halda 250. İki cürdə yazsaz doğrudur. Bura gələk uşaqlar, bunu vur basaq. Mənfi 3-ü A-ya vuranda mənfi 3A. Mənfi 3-ü mənfi 2B-yə vuranda 6B, 4-ü A-ya vuranda 4A, 4-ü 5B-yə vuranda 20B eləyir. Mənfi 3A-nın üstə 4A gələndə A, 6B-nin üstə 20B gələndə 26B eləyir. A üstə gəl 26B, o da B variantı. Gələk bura uşaqlar. Deməli, deyir, verilən qrafikdə dağlıq və aran ərazisi bir həftəlik hava temperaturu qeyd edilmişdir. Qrafikə görə hansı gün temperaturlar arasındakı fərq 20 dərəcədir? Baxın, hansı gün temperaturlar arasındakı fərq 20 dərəcədir? Gəlin baxaq. Bu gün temperaturlar arasındakı fərq 20-nin biraz üstündə, ona görə dəqiq görünmür, götürmürük. 30-40 arası fərq 10-dur. Bunlar arasında fərq 10-dan 30 vahiddir. Bunlar arasındakı fərq 10 vahiddir. Bunlar arasındakı fərq, baxın, 20-dən 40-a qalxıbdır. 20-dən 40-a qalxıb 20 vahiddir. O da cümə günü olacaq. A variantı uşaqlar. Digər günlər bunlara da baxsaz tam görünmür. Həm də 30-a yaxındır. Bunlar arasındakı fərq 10-a yaxındır. Buna görə doğru cavab olacaq cümə. 55, bu da 50 oldu. Yazıb deməli, düz mütənasib asılı kəmiyyətlərdir. Düz asılı kəmiyyətlərin uşaqlar nisbəti sabit olur. Yəni, bir-birinə böləndə həmişə eyni cavab alınır. Baxın, 36, 12-ni 3-ə vuranda 36, 2,4-ü 3-ə vuranda 7,2 eləyir. Deməli, A
25 vuraq 3, 75-dir. B-ni 3-ə vuranda 63 eləyib. B-də uşaqlar 21-dir. Bizə deyir A plus B-ni tapın, toplayırıq, eləyir 96 A variantı. 57-də deyir yeşikdə 12,3 kiloqram alma var. Satıcı onun kütləsinin 41-də 10 hissəsini satdıqdan sonra eşikdə nə qədər alma qaldı? 41-də 10-unu satıbdırsa, məntiqlə 41-də 1-i qalıbdır uşaqlar. Qalanı tapmaq üçün, baxıram, variantlarda qramdır. Elə bəri başdan bunu 1000-ə vuraq. 12.300, onu da 41-də 1 hissəsini tapanda 41-ə bölüb 1-ə vururuq. O da deyir 300. Nə qədər qaldı deyir, 41-də 1, 41-ə böləndə, bəli, 300 eləməlidir, bu niyə belə elədi? Üzrü sayın. 41-də onu gedibdirsə, uşaqlar, 41-də 40 görmüşəm, bunu fikrimdə tutmuşam. 41-də onu gedibdirsə, 41-də 31 qalıb. Bunda 41-ə bölüb 31-ə vuracaqsınız. O da eləyir 9300. Doğru cavab olur D variantı. Sonra yazıbdır ki, 3 bucağın tərəfləri 2, 5, 6 nisbətindədir. Onun ən böyük tərəfi ilə ən kiçik tərəfinin fərqi, yəni 6x ilə 2x-in fərqi 4x uşaqlar 72-dir. X deməli 18-dir. Bizə deyir 3 bucağın perimetrini desimetrlə, burada santimetrdir, bizdən desimetrlə istəyir. 2x, 5x, 6x cəmi eləyir uşaqlar 13x. 13-ü vururam 18-ə. X-imiz 18-dir. Deməli 180 bu, 54 da bu eləyir 234 santimetr. 1 desimetr 10 santimetrdir. Ona bölsək 23,4 olacaq. Doğru cavab A variantı. Gələk 59-a. Deyir ki, deməli 59-da Samirin həftə ərzində ekran qarşısına keçirdiyi vaxt diaqramda qeyd olunmuşdur. Samir həftənin neçə günündə ekran qarşısına 1 saatdan çox oturmuşdur. Uşaqlar, xətt çəkirsiniz belə. 1 saatdan çox oturduğu günlər cümə günü, cümə axşamı, cümə, şənbə və bazardır. Samir maşallah çox televizora baxır. Deməli 4 gün olacaq, o da olacaq C variantı. Sonra davam edək 59, 60-cı sual. Deməli, deyir ki, uşaqlar, şagirdlər Zəfər bayramı münasibəti ilə keçirilən sistem yarışında. Burada baxın, suallar heç biri çətin deyil uşaqlar. Bir dənə sadəcə mətnli suallardır və diqqətlə oxumaq lazımdır. Diqqətlə oxumaq lazım və səbirli olmaq lazımdır sadəcə. Yarışında deyir, iştirak etmək üçün modellər hazırladılar. Onların bir hissəsi təyyarə modeli, bir hissəsi robot modeli, qalanları isə kompüter xəritə hazırladılar. Kompüterdə xəritə hazırladılar. Modellərin hazırlanmasında iştirak edən şagirdlərin sayına uyğun dairəvi diaqram tərtib edilmişdir. Şagirdlərin hansı hissəsi təyyarə modeli hazırlayıb. Uşaqlar, burada indi diqqətlə görə bilirsiniz, bilməm yoxsa yox, burada 90 dərəcədir. Burada 90 dərəcədir. Çevrə ümumilikdə tam bucaq 360-dır. Bura qalır 180. Bizdə deyir ki, təyyarə modeli düzəldənlər hansı hissəni təşkil edir? 360-dan nə qədər təyyarəyə düşüb? 90-ı və yaxud da nə demək olar? 4də 1. Doğru cavab olur D variantı. Gələk bura deyir ki, temperaturlar arasındakı fərqi müəyyən edin. Böyükdən kiçiyi çıxırıq. Yazıb şəkildə temperatur arasındakı fərq nə qədərdir? Bəli, 82-dən çıxırıq -5. Mötərizənin qabağında mənfi olanda işarələr əksinə dəyişir. 87 dərəcə Fahrenheit. O da olur B variantı. Gələk bura yoldaşlar. Yazıbdır ki, A nöqtəsi -2, -2 müsbət 3-dür. Gəlib uşaqlar bura düşür A nöqtəsi. B nöqtəsi isə 2, -3-dür. Bu da gəlib bura düşür uşaqlar. AB parçası OX soxu ilə kəsişmə nöqtəsinin koordinatını tapın. Deməli, gəlin bu ikisini birləşdirək. OX soxu ilə kəsişmə nöqtəsinin koordinatı uşaqlar 0, 0-a düşür. Doğru cavab olacaq A variantı. Baxın, X soxu ilə bu düz xəttin kəsişmə nöqtəsi bura düşür. O nöqtəsinə. O nöqtəsi də koordinat başlanğıcıdır. 0, 0 nöqtəsinə gəlib düşür. Sonra keçək növbəti suala. Bu PDF deyil deyə hər dəfə belə eləmək məcburiyyətində qalıram şəkildə.
Burada uşaqlar adi tənasübdür. Çarpaz vuracaqsınız bu formada. 2x plus 1'i vurursunuz 4'ə. 3'ü vurursunuz 5x minus 1'ə. 4'ə vursaq 8x üstə gəl 4 bərabərdir 15x çıxı 3. Bu keçir belə 8x çıxaq 15x. Bu keçir belə mənfi 3 çıxaq 4. Mənfi 7x bərabər mənfi 7'yə. Mənfi 7 nəyə vuranda mənfi 7 eləyir? 1'ə. Deməli x1'də o da D variantı uşaqlar. Sonra gələk növbəti suala. Deyir ki, məktəbdə sistem yarışında şagirdlər robotlar yerinə yetirdi. Sərf etdiyi zaman qeyd olunur. Uşaqlar bir dənə bunu dərk eləyək. Burada uşaqlar bizdə səhvliyi nə deyirlər? Daha uzun olan elə bilər ki, daha çox görünən deməli daha tez yerinə yetirir. Belə deyil. Məsələn, bir adam əgər bir işi görür 10 saata, digəri görür 5 saata. Hansı daha sürətlidir? Daha az vaxtda eləyən, yəni 5 saat eləyən. Yəni əksinə, burada çox vaxtda yerinə yetirən deməli daha ləngdir, sürəti daha zəifdir, daha yavaşdır. Az vaxtda yerinə yetirən isə daha sürətlidir, sürəti daha çoxdur. Bizdən düzgün cavab istəyir. Deyir, C digərlərindən daha sürətlidir. Bəli, C ən az vaxt sərf edib və digərlərindən daha sürətlidir. Cavab adı. D digərlərindən daha sürətlidir. Yanlışdır. D ən, belə deyək də, zəiflərdən, yavaşlardandır. A digərlərindən daha yavaşdır. A, xeyr, B ilə D-dən, C-dən yavaşdır, amma B ilə D-dən daha sürətlidir. Bu getdi. B və D yazıb B robotu D-dən daha sürətlidir. B D-dən daha sürətlidir, yox, sürətləri eynidir. Doğru cavab olur A variantı. Yazıbdır ki, Arzu mart ayının ilk 10 günü ərzində bir marketdəki gəliri aşağıdakı diaqramla qeyd etdi. Bir dənə üzrü sayın. Deməli, uşaqlar üzrü sayın. Evdəkilər çağırırdı. Deməli, yazıb ki, diaqramda qeyd olunub. Diaqrama əsasən düzgün variantı seçin. Baxaq. Deyir, ən az gəlir 5000 manatdır. Baxaq. Ən az gəlir, bəli, 5000 manatdır. Bu doğru. Düzgün variant deyirsiniz, nə cavab adı ki. Sonra yazıb ki, ən çox gəlir 15000 manatdır. Xeyr, ən çox gəlir 20000 manatdır. Bu yanlış. 3 gün gəlir 15000 manat olubdur. 3 gün. Burada belə deyək də, yanlışdır. 3 gün deyəndə 20, 15, ilk 3 gün nəzərdə tutulursa. 10'dur. Bunlar toplanmalıdır. 3-cü gün belə kimi başa düşsək, burada da 3-cü gün olsaydı yazardı zaten 10.000 manatdır. Yəni heç cür uyğun gəlmir. Bəzi günlər gəlir 25.000 olmuşdur. Xeyr, 25.000 heç çatan gün olmayıbdır. Doğru cavab olur A variantı. Deməli, yazıbdır ki, ən böyük və ən kiçik tam həllərin cəmini tapın. Mənfi 7-dən böyük ədədlər. Mənfi 6, mənfi 5, mənfi 4 və s. 0, mənfilər. Kiçik bərabər 10 deməkdir ki, uşaqlar onun özü də daxildir. 9, 10. Yazıbdır ki, ən böyük və ən kiçik tam həllərin cəmi. Ən kiçik tam həll mənfi 6, ən böyük tam həll 10'dur. Cəmi də 4 eləyir. D variantı. Yazıb 20 nəfərlik bir qrupda. 20 nəfərlik bir qrupdakı gənclər idman klubunda tennis və ya voleyboldan ən azı biri ilə məşğul olur. Yəni, ümumiyyətlə, heç məşğul olmayan yoxdur uşaqlar. Deməli, tenislə məşğul olanlar, voleybolla məşğul olanlar və hər ikisindən məşğul olanlar var. Venn diaqramından istifadə edə bilərsiniz. Deyir ki, 10 nəfər tenislə məşğul olur. 13 nəfər voleybolla məşğul olur. Tenislə məşğul olanlar idman klubunda aya 40 manat. Tenislə məşğul olanlar 40 manat. Voleybolla məşğul olanlar 50 manat. Bu idman növünün hər ikisinə məşğul olanlar isə 80 manat ödəyirlər. Bu qrupun başqa idman növləri ilə məşğul olmadığını bilərək onların bir ayda kluba verdiyi məbləğ. Tamam. Deməli, yoldaşlar, bax, indi diqqətlə qulaq asaq. Topladım bunları 23 nəfər. Necə olur? 20 nəfər var, amma 23 nəfərdir. Deməli, 3 nəfəri 2 dəfə nəzərə almışıq. Həm tenislə oynayanlar, həm voleybolda oynayanlar. Bunları kənara qoysaq, yalnız tenislə məşğul olanları tapmaq üçün 10'dan 3 çıxıram 7. Yalnız voleybolla məşğul olanları tapmaq üçün 13'dən 3 çıxıram 10. Sonra baxın. Deyir ki, yalnız tenisə gedənlər, yəni 7 nəfər 40 manat ödəyir. Eləyir 280 manat. Yalnız voleybola gedənlər 50 manat ödəyir. Onu vururam 50'yə 500 manat bu eləyir. Hər iki növlə məşğul olanlar, hər ikisinə gələnlər isə endirim kimi düşünək də, normalda 90 ödəməlidir, amma 80 ödəyir hər ikisinə gəlir deyə. 240 manat da bu eləyir. Toplamımız 1020 manat eləyir. O da D variantı uşaqlar. Sonra gələk bura. Açıq bucaqdır, 180 dərəcədir. Ya da qonşu bucaq kimi də baxa bilərsən, fərq yoxdur. 180-dən
41 çıxırsan 139, o da C variantı. Yazıbdır, deməli, belə bir çevrə veribdir. Deyir ki, B nöqtəsi böyük çevrənin mərkəzidir. C nöqtəsi isə kiçik çevrənin mərkəzidir. Olsun, AB 3-dür, BC 2-dir. Deməli, uşaqlar, kiçik çevrənin radiusu 5-dir. Onda burada 5 olur. Baxın, B böyük çevrənin radiusudur. Sağ tərəf 7-dirsə, bu tərəfdə 7 olmalıdır. Ona görə burada 4 düşür. Böyük çevrənin radiusunu istəyir, o da 7-dir. Doğru cavab A variantı. Sonra gələk bura. Yazıbdır ki, 6-cı sinif şagirdlərindən 12 nəfər şahmat, 14 nəfər piano, 6 nəfər futbol, 8 nəfər rəqs dərnəyinə yazılmışdır. Aşağıdakı diaqramdan hansı məlumatlar daha uyğundur? Uşaqlar, toplamda nə qədərdir? 12, 14, 26, üstə 6 gəldik. 32, 40 nəfər. Baxın, 40 nəfərdən 12-si məşğul olur şahmatla. Dairəvi diaqramda faizlə ifadə olunur. Ona görə elə də yaza bilərsiniz də, faizlə ifadə olunur hamısı içində. 100-ə vururuq. Bunlar gedir, 4-ə xısar aparıram, 10-da 3, edir 30%. Baxıram, şahmat 30% olan yazıların içi biraz yaxşı görünmür, amma uşaqlar, neysə. Şahmat 30%-dir, bura yazıq kənara. Pianino 40-da 14, vur 100. Bunlar gedir, 140-ı bölsəz 35%-dir. Pianino 35%-dir. Sonra uşaqlar, 6 nəfər, şahmat 12 nəfərdir, 30%-dirsə, 6 nəfər daxı 12 nəfərin yarısıdır. Futbol da olacaq, onda 15%. Bu da 8 nəfərdir, 40-da 8, vurulsun 100, o da edir 20% uşaqlar. Rəqs də 20%-dir. İndi gəlin uyğun varianta baxaq. Musiqi. Piano dedik, yəqin ki, musiqidir də. Piano dedik, musiqidir. Musiqi 35%, şahmat 30%, futbol 15%, doğru cavab olur D variantı uşaqlar. Sonra gələk o növbəti suala. Yazıbdır ki, tili 2 sm olan kiçik kublardan düzəldilmiş böyük kubdan bir neçə kub çıxarılmış və şəkil 2-dəki fiqur əldə olunmuşdur. A. Tili 2 olan kiçik kublar. Bir kubun onda gəlin həzmini tapaq. Çünki söhbət həzmdən gedir. Tili 2-dirsə 2-nin kubu eləyir 8. Bir kubumuzun uşaqlar həzmi 8-dir. Yazıbdır ki, alınan yeni kubun həzmi şəkil 1-dəki kubun həzmindən neçə kub santimetr çoxdur. Yəni, bilsək ki, neçə dənəsi çıxarılıbdır, deməli o qədər olacaq da. Baxın, uşaqlar, aradakı fərqi də tapa bilərsiniz, boşluqları da saya bilərsiniz, necə sizə xoşdursa. Bax, 3 belə, 3 də belə. Düzdürmü? 3 belə, 3 də belə, 3 də belə. 27 dənə kub var burada. Bax, fikir edin, burada 3 belə, 3 belə, 9 dənə kub var. Burada 9 dənədən, bax, 1, bax, buradakı, mən görə bilirsiniz, yox, belə işarəyim, 1, 2, 3, 4, bir dənə də ortada var, 5, 5 dənəsi götürülüb, ikinci cərgədən də 5 dənə götürülüb. Yəni, ümumilikdə 10 dənə götürülübdür də. 10 vuraq 8, nə qədər götürülüb? 80 dənə kub santimetrlik götürülübdür. Aradakı fərqi istəyir bizdə, elə deyil, nə qədər azdır. 8, demək, arada 5 buradan, 5 də buradan əskikdir. 10 dənə kub əskikdir, yəni 10 dənə fərq var arada və bir kubun həzmi 8 kub santimetrdirsə, 10 dənəsi 80 eləyəcək. Gələk növbəti suala. Yazıbdır ki, bilik yarışında iştirak edən 48 şagirddən 12-si yarımfinal mərhələsinə vəsiqə qazanmış. Yarışda iştirak edən şagirdlərin neçə faizi yarımfinalına vəsiqə qazanıb. 48 dənəsindən 12-si vurulsun 100. Bunlar gedir 4, eləyir 25%. Birinci qabdakı 200 milli məhlulun 15%, ikinci qabdakı 300 litr məhlulun, millilitr məhlulun 20% duzdur. Qarışığın faizini soruşur. Uşaqlar,
Bunu iki cür düsturla da deyə bilərik. Belə də deyə bilərik. Bax, duzun miqdarını birinci təyin eləyək. 215%-ni tapırıq. 215-ə vurub 100-ə bölürük, eləyir 30. İkinci qabda duzun miqdarı nə qədərdir uşaqlar? 300-ün 20%-i eləyir 60. Qarışıqda deməli 90 qram duz var. 200 qram bu, 300 qram bu. Toplamda 500 qramdır məhlumumuz. Vurulsun 100%. Bunlar gedir, eləyir neçə faiz? 18%. Düsturla da budur ki, 215-ə vurursunuz. Eləyir deməli 3000, üstə gəl. 320-yə vurursunuz, eləyir 6000. Bölürsünüz miqdara. 1 millilitrə düşən duzun miqdarına. 500-ə bölürsünüz. 9000 bölək 500. Bunlar da gedir, cavab 18 qalır yenə. Sonra gələk 73 yazdıq, 74-də. Yazıbdır ki, verilmiş fiqurun həzmini tapın. Uşaqlar 2 dənə ilə bir düzbucaqlı polivet üstə qoyulub, bir dənə yuxarıda, bir dənə də aşağıda. Birinci aşağıdakının həzmini tapaq. Həzm düsturumuz A, B, C-dir. Aşağıdakının eni 4, uzunluğu 4, hündürlüyü 2-dir. Nəticə edir 32. Yuxarıdakının isə baxın. Bura 4-dür. Burada 4-dür deməli. Bura 2-dir. Bu hündürlük. Ümumilikdə axı burada sadəcə yazılan rəqəmi rahat görəmirəm. Deyəsən 2-dir, bir dənə gözləyim. Bu silək. 2-dir bəli. Burada deməli 2-dir bunda. Bir dənə burası verilməyibdir. Bunun da buna bərabər olduğunu görürəm və görürəm 4. Bunun da həzmi 2 vuraq 4. Yəni eləyəcəkdir uşaqlar 16. Yuxarıdakının həzmi 16, aşağıdakının həzmi 32, cəmi eləyir 48. Sonra gələk bu suallar, biraz nəsə həzmli sualdır. Yazıbdır ki, şəkildə gördüyünüz şarlar eyni vaxtda göyə buraxılırsa, ən yüngül olanı daha tez yuxarı qalxır. O məlumdur uşaqlar, 8 yüngül olan daha tez qalxacaq. Hər bir şarın üzərindəki ədədləri artan sırayla düşsən, ən ağır və ən yüngül şarı tapa bilərsən. Beləliklə, hansı fikirlərin doğru olduğunu seç. Gəlin baxaq uşaqlar, hərflər verilibdir. Biraz bunu yaxınlaşdıraq. Biraz keyfiyyətli deyil, nəsə şəkili. Yaxşı, bura qoyaq. Deməli, uşaqlar, başlayaq. Gördüyüm qədəri ilə, bir dənə bu 9-da 1-dir, 7-də 1-dir. İstəsəz ortaq məxrəci də gətirə bilərsiniz, uşaqlar. Ortaq məxrəci də gətirə bilərsiniz. Belə də yazmaq olar, yaxşı. Deməli, A hərfi deyəsən 2 dəfə düşüb. Nəsə, yaxşı keyfiyyətli görünmür, amma bir təhər izah eləyək. Deməli, baxın uşaqlar, 9-da 1 böyükdür, yoxsa 7-də 1. Təbii ki, 9-da 1 var, deməli, burada bizdə əlimizdə. 9-da 7 var, başqa yoxdur. Sonra var, bir dəqiq uşaqlar, bu vərəqin əslinə baxın mən. Əslini baxdım. Təəssüf, A hərfi 2 dəfə düşüb, eyb yoxdur. 9-da 1 var, 9-da 7 var uşaqlar. 9-da 2 var. Məxrəci 9 olanlardan. Məxrəci 7 olanlar, deməli, 7-də 1-dir buradakı. 7-də 3 var, 7-də 6 var. Yerdə qalanlar tam ədədlərdir, 1-dən 10. Aydın məsələdir ki, artan sırayla düzmək istəsək, 1, 10, daha ağırdılar, sonra gələcəklər. 9-da 1 ilə 7-də 1-dən bilirik ki, 9-da 1 daha kiçikdir. Bunları gəlin sizə ortaq məxrəcə gətirək. Sizin üçün rahat olsun. Bunların hər tərəfində uşaqlar vursaz əgər 7-yə, 63-də 7 eləyəcək. Bu eləyəcək 63-də 49. Bu eləyəcək 7-yə vursaz 63-də 14. Bunu 9-a vursaz 9, 9-a vurdum 27, 9-a vurdum 54. Bunlardan ən yüngülü 63-də 7 olandır. Yəni 9-da 1. Ondan biraz ağır 63-də 9 olandır. Yəni 7-də 1. Bunlar getdi, bu getdi. 63-də 14, yəni 9-da 2 olmalıdır sonra. 27 gələcək, yəni 7-də 3. 7. 9-da 7 gələcək uşaqlar. Bu da 7, sonra da 7-də 6 gələcək. Ən böyük. Düzdür. Hərfləri də baxın, yerləşdirək. Deməli 9-da 1 uşaqlar, deyəsən I hərfidir. İdir, I-dir, nədirsə. 7-də 1 uşaqlar C hərfidir. 9-da 2 A hərfidir. Təəssüf 2 dəfə A təkrarlanıb, biraz o yaxşı olmadı. 7-də 3 F hərfidir uşaqlar. 9-da 7, 9-da 7 R hərfidir. 7-də 6 H hərfidir uşaqlar. 1 A hərfidir, təkrar düşüb. 10-dakı uşaqlar T hərfidir. Başlayaq. Verilənlər içərisində 9-da 1 ən kiçik olduğu üçün ən birinci I şarı göyə qalxar. Bu doğrudur. Bizə deyir ki,
Hansı fikirlərin doğru olduğunu seçin. Birinci təklif doğrudur. Verilənlər içərisində 7-də 1 ən kiçik olduğu üçün bu səhvdir. 9-da 1 artıq ən kiçikdir. Verilənlər içərisində 10 ən ağır olduğu üçün T ən gec qalxar. Düzdür. Verilənlər içərisində 1 ən kiçik olduğu üçün A şarı tez qalxar. Yanlışdır. Verilənlər içində 7-də 3 ən kiçik olduğu üçün bu da yanlışdır. Doğru cavablar olur 1 və 3. Belə də yazırsınız. 1.3. Bu qədər. Mən izahımı qutardım. Sizə sabahki imtahanda uğurlar.